Salam Sevinç xanım. Salam, sabahınız xeyir. Ne gözəl bağınız var. Gözəl gününüz olsun. Sevinç xanım, bu sağdakı nədir belə? Sağdakı qarajdır. 40-50 kvadrat təxmini 2 maşınlıq qarajdır. Üstü otaqdır. O vaxtı, yəni uşaqlara aid tikmişəm ki, bilyard otağı kimi ya uşaqların oynamaq otağı kimi, nə bilim bir qonaq otağı kimi, yəni kim necə işlətsə, ancaq biz uşaqların oyun otağı kimi bunu nəzərdə tutmuşduq, düzəltmişdik ki, uşaqlar orada oynasınlar. Əslində 14 sot torpaqdır, ancaq sənəddə 13 sot gedir. Bu bağ köhnə bağdır. Bu bağ deyim də sizə də bir 28 ildir biz bu torpağı aldıq. Yavaş-yavaş evi tikmişdik. Ancaq sonra təzədən 3-cü mərtəbəni artırdıq və remont təxmini bir 12 ildir belə. Böyük hovuzdur. Qıraqları İtalyan mərmərlə işlənmişdi. O vaxt İtalyan mərməri çox tapılan deyildi. Bəli, o vaxt mən tapıb onun qırağını işləmişəm. Görürəm ki, evin arxasında da Bəli, evin yer arxasında da, qoymuşsunuz. onun arxasında da texniki 11 otaq kimi də belə. Orada Orada yerləşdirmişsiniz. yerləşir. Bəli, baseyni dərin baseynidir. Motorxanası var. Bəli, bəli, var, motorxanası var. Ən dərin yeri 2-dir, sonra get-gedə 1.8-ə kimi dərin baseynidir. Hovuzun qarşısında besetka yerləşir, yəni böyük besetkadır. Həyətdə 2 dənə söhbətgah var. Söhbətgahlar yay söhbətgahlarıdır, belə deyək də, yəni açıq, letni. Biri hovuzun qarşısında yerləşir, hovuzda, yəni düz hovuzun qarşısındadır, çimi beləyəndə orada oturmaq. O birisi evin bu birisi tərəfində kuxna ilə bitişik ki, kuxnadan bişirib eləyəndə oradan, yəni ötürmək üçün o yana. O da geniş söhbətgahdır. Orada televizor liniyası zadı da var ki, yəni televizor qoymaq üçün. Mən burada artıq neçə vaxt yaşamıram. Ancaq mən burada yaşayanda, yəni bütün bu 2 dənə besetkanı mən bir şərq üslubunda hazırlamışdım. Yəni indi bu cam balkon falan eləyirlər. Ancaq bunlar şərq üslubunda hazırlanıb. Bunlara karnizlər vurulmuşdu. Pərdələr asırdım mən oradan. Yəni bizi bir şərq üslubunu xatırladırdı. Ağlaylı sütunlardı. Oradan pərdələr asırdım. Ağ pərdələri var idi. Yığılırdı pərdələr. Yəni bir belə divan kreslo hər iki tərəfə qoyurdum. Yəni belə bir maraqlı bir şey alınırdı. Mənə elə gəlir ki, o üslub min dəfə bu təzə çıxan cam balkondan falandan daha qəşəngdir. Çünki indi yay evidir də, belə deyək.
Evin qarşısı terasdır. Burada bir söhbətgah kimi düzəldilib. Burada divan, kreslo falan nə istəsəz qoymaq olar. Yəni mən özüm divan kreslolara qoyurdum həmişə evin qabağında oturmaq. Bəs bu söhbətgahlardan oturmaqdan daha belə qəşəngdir mənim üçün. İçəri girəndə belə xoldur, iri xoldur. Sonra girirsiniz, demək studiya otaqdır. Qonaq otağı xuna ilə bir yerdə. Gördüyünüz kimi yerdə bu İtalyan qranitidir, kerama qranitdir. Çox o vaxt dəyərli idi, qiyməti. Bir tərəfi kuxnadır. Kuxnada bütün texnikalar var. İşlək vəziyyətdədir, peçdir, nə bilim, mikrovalmovka, xaladelnik falan bunlar var. Sonra televizor, bir tərəfi televizor. Yəni bilirsiniz neçə vaxtdır, yəni burada mən yaşamıram. Ona görə biraz gəlgət olmadığı üçün evdə elə bir şeydir ki, gərək orada nəfəs olsun, yaşanılsın. Ev yaşanılmayanda biraz aboylar falan belə problemlər yaşanır. Gördüyünüz kimi bəzi yerlərdə aboylar biraz qalxıb. Ancaq belə ev əsaslı tikilib. Bu təzə tikilən evlər kimi deyil. Yəni deyirəm də, məsələn, divarlar hamısı möhkəm tikilib. Daş monolit evdir. Bütün divarlar alçıbanla işlənilib. Altdan gəmi kleyi vurulub ki, nəmişlik olmasın. Çünki yenə deyirəm, çünki düz sahildə yerləşdiyi üçün nəmişlik falan yəni ki, ola bilirdi. Çünki əvvəl biz remont eləyəndə nəmişlik olurdu. Sonra təzədən söküb, təzədən biz buranı əsaslı təmir eləmişik. Hamam otağı yerləşir birinci mərtəbə. Hər mərtəbənin özünün hamam sanitar qovşağı var. İkinci mərtəbəyə qalxırsınız, yenə bir poldur. İki dənə, bir böyük spalnidir, yataq otağıdır, bir uşaq otağıdır ikinci mərtəbədə. Yenə sanuzel qovşağı, hamam. Üçüncü mərtəbədə 2 dənə böyük yataq otağı və hamam sanuzel yerləşir.
Yuxarı mərtəbədən birbaşa dəniz mənzərəsi var. Belə dəniz havası gördüyünüz kimi dəniz havası duyulur bağda. Çünki düz dənizin sahilində olduğu üçün, yəni özünüz də yəqin ki bilirsiniz ki, bu tərəf çox dəyərlidir, torpaq burada çox dəyərlidir. Yəni düz dənizin qırağı olduğu üçün belə qiyməti burada bu tərəflərdə qiymətlər çox yüksəkdir. Sevinç xanım, sənədlər haqqında da məlumat verərdiniz. Sənədlər torpağın ayrı küçəsi var, evin ayrı küçəsi var, yəni küçəli evdir. Əslində 14 sot torpaqdır, ancaq sənəddə 13 sot gedir. Sənəddə 2 mərtəbə qeyd olunub, ancaq 3 mərtəbədir. Belə, podval yoxdur. Kommunal xidmətləri haqqında da məlumat verərdiniz. Valla su pastayanlı var. Su burada şollar suyudur. Pastayanlı su var, su almağa ehtiyac yoxdur. Daha biz baseynində hətta o su ilə doldururuq. Ancaq ayrıca çənimiz də var. Qaz pastayanlı var. İşıq pastayanı var. Əşyalar haqqında da məlumat verin. Bax, zaten əşyalı satılır. Yəni əşyalarımız təzə deyil. Buna məncə normaldır. İndi biraz bərkəli gəzdirmək lazım. Onlar əşya, xaladenik, zat hər şey yerində, qaz, filan, plitə, hər şey yerindədir. Televizorlar var. Kondisionerlər də var, bəli. Sevinç xanım, keçək əsas məsələyə qiymət. Qiymət, yəni başlanğıc qiymət 350 min. 350 min. Bəli. Qiymətə çox biz fikirləşdik, çox adam sorğu-sual elədik. Burada olan, yəni ki, ətrafda yaşayanlardan, biraz bakterlərlə danışdıq qiymət barədə. Qiymət bizim torpağımızın qiyməti sotu 25 mindir burada. 25 mindirsə, bizim həyətin qiyməti 320-325 min gəlir çıxır. Yəni belə deyək də, mən elə bilin ki, torpaq satıram. Yəni torpağın üstündə baxın bu boyda, yəni 3 metrəlik hasar, bir məsələn balaca yeri hasar çəkirsən bir aləm xərcin çıxır. Təsəvvür edin bunun hasarına elə nə qədər pul gedib. Evin özü əsaslı tikilmiş evdir. Belə deyək, indi xırda belə minusları təbii ki var. Ancaq ki mənə elə gəlir ki bizim qoyduğumuz qiymət elə də yüksək qiymət. Yəqin ki gəlib baxanda özləri yəni dəyər verərlər alıcılar. Sevinç xanım, dəyərli məlumatlarınızı izləyicilərimizlə paylaşdığınız üçün təşəkkür edirəm. İnşallah Allah xeyirli müştərisini yetirər. İnşallah. Sağ olun.